إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله أما بعد. Əziz, möhtərəm müsəlman qardaşlarım, bugünkü dərsimiz ibadətin faydaları haqqında olacaqdır. İlk olaraq özümə və sizə Allahdan qorxmağı tövsiyə edirəm. Bütün insanlar axirətdən qabaq bu dünyada xoşbəxtlik axtarırlar. Əksər insanlar isə demək olar ki, ona nail ola bilmirlər. Çünki xoşbəxtliyi düzgün yerdə axtarmırlar. Məsələn, neft olmayan yerdə nə qədər qazsan, oradan neft çıxmaz. Uca Allah da insanları yaratmaqla yanaşı, onu xoşbəxt edən, qəlbini rahatlayan şeyləri bizə bəlli etmişdir. Allah subhanahu wa ta'ala iman gətirib, ona ibadət etmək, Allaha iman gətirib, ona ibadət etmək insanın xoşbəxt və rahat yaşaması üçün yeganə yoldur. Allah subhanahu ta'ala Quran-ı Kərimdə buyurur ki: "Mən amilə salihan min zəkarin aw unsa və huwa mu'min, fələnuhyiyannahu hayatan tayyibə və lənəcziyannahum əcrahum bi əhsəni ma kanu ya'malun." Mömin olaraq yaxşı iş görən kişi və qadınlara əlbəttə gözəl həyat bəxş ediləcək və etdikləri ən yaxşı əməllərə görə onları mütləq mükafatlandıracağıq. Qəlb ancaq Allaha ibadət etməklə rahatlaşır, islah olur və ləzzət alır. Kim ki, bu dünyada və axirətdə əbədi xoşbəxt olmaq istəyirsə, Allaha ibadət qapısından yaxınlaşsın. Yox, kim ki, Allahdan uzaqlaşarsa və Kim ki Allahdan uzaqlaşarsa, Allah da ondan uzaqlaşar və ona bu dünyada bəla olaraq sıxıcı bir həyat verər. Necə ki Allah Subhanahu taala Quran-ı Kərimdə buyurur: "Və men a'rada an zikri fe inne lehu ma'işeten danka ve nahşuruhu yawmal qiyamati a'ma." Kim mənim zikrimdən üz döndərərsə, onun güzaranı sıxıntılı olacaq və biz qiyamət günü onu kör olaraq həşr edəcəyik. Taha surəsi 124-cü ayə. Əziz müsəlman qardaşlarım, niyyəti xalis etdikdən sonra görülən hər bir yaxşı əməl ibadətdir. İbadət Allahın razı qaldığı hər bir söz və əməllə olur. Uca Allah Quran-ı Kərimdə bir çox yerlərdə öz elçilərinə və salih qullarına salih əməllər görməyə əmr etmişdir. Necə ki Allah Subhanahu taala buyurur: "Ya eyyuhər rusulu kulu minət-tayyibati va'malu salihə, inni bima ta'malun alim." Ey elçilər, halal nemətlərdən yeyin və yaxşı işlər görün. Mən həqiqətən sizin nə etdiklərinizi bilirəm. Müminun 51. Başqa bir ayədə buyurur: "Ya eyyuhellezine amanu ruk'u vescudu va'budu rabbakum vaf'alul khayra la'allakum tuflihun." Ey iman gətirənlər, ruku edin, səcdəyə qapanın, Rəbbinizə ibadət edərək yaxşı işlər görün ki, bəlkə nicat tapasınız. Həc 77. İbadətin qapıları həddindən artıq çoxdur. Müsəlmanın ailəsini yedizdirməyi ibadətdir. Elm tələb eləməsi ibadətdir. Valideynlərinə baxması ibadətdir. İnsanların üzünə təbəssüm etmək ibadətdir. Heyvanlara yaxşılıq etmək ibadətdir. Hətta yolda insanlara əziyyət verən hər bir şeyi təmizləmək belə ibadətdir və s. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurmuşdur: "Gördüyün hər bir yaxşı iş sədəqədir." Hədisi İmam Buxari rəvayət etmişdir. Başqa bir hədisdə isə Peyğəmbər sallallahu aleyhi və səlləm belə buyurur: "Hər bir müsəlman sədəqə verməlidir." Səhabələr soruşdular: "Ey Allahın Rəsulu, sədəqə verməyə bir şey tapmasa necə?" Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu ki, öz əlləri ilə işləyib qazansın və bu qazandığından həm özü faydalansın, həm də ki başqalarına sədəqə versin. Səhabələr yenə soruşdular: "Ya Rasulullah, bunu edə bilməsə necə?" Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu ki, ehtiyacı olan çarəsiz adama kömək etsin.
Sahabələr yenə soruşdular: "Ya Rasulullah, bunu da edə bilməsə necə?" Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu ki, yaxşı işlər görsün və şər əməllərdən çəkinsin. Həqiqətən də bu onun üçün sədaqə olar. Hədisi İmam Buxari rahimehullah rivayet etmişdir. Bu hədisin sonunda, şərhində İmam Nəvavi rahimehullah buyurur ki, bu hədis dəlildir ki, mübah işlərdə belə niyyət xalis olarsa, ibadətə keçir. Həsənül Basri rahimehullah sələflərin necə ibadət etdiklərini vəsf edərək belə buyurur: "Elə insanlara rast gəldim və elə insanlarla dostluq etdim ki, dünyadan onlara bir şey gəldikdə sevinməz və dünyada onlardan bir şey getdikdə üzülməzlər. Dünya onların gözündə torpaqdan da belə dəyərsiz idi. Allahın kitabı və Peyğəmbərin sünnəsi ilə əməl edərdilər. Gecə olduqda Allaha ibadət edər və gözləri yaşla dolardı." İndi isə sələflərin ibadətlərindən bəzilərini sizə xatırlatmaq istəyirəm. Abdullah ibn Ömər radiyallahu anhu cemaat namazını tərk etdikdə bir gün oruç tutar, gecəni namazda keçirər və bir qul azad edərdi. Subhanallah, bir dənə cemaat namazını tərk eləməklə bir günü oruç tutar və bütün gecəni namazda keçirər və bir qul azad edərdi. Həm atası, həm də həyat yoldaşı xəlifə olan Abdülməlikin qızı Fatimə rahiməhullah öz yoldaşı Ömər ibn Abdüləziz barədə belə buyurur: Ömər ibn Abdüləziz də İslamda 5-ci xəlifə adlanan insandır. Yəni o qədər salih işlər görüb ki, o qədər gözəl xəlifəliyi idarə eləyib ki, ona İslamda 5-ci xəlifə deyilir. Öz yoldaşı haqqında buyurur ki, Ömər ibn Abdüləziz barədə buyurur ki, ondan çox namaz qılan və ondan çox oruç tutan görmədim. Ondan çox da dünyanı tərk edən də görmədim. İşə namazını qılar, sonra yuxu tutana qədər Allahı zikr edərdi. Yatağında uzandıqda, axirət həyatından bir şey zikr olunduqda qalxıb o qədər ağlayardı ki, saqqalı göz yaşına batardı. Başqa bir rivayət Vaki rahimehullah buyurur ki, Əməş 70 ilə yaxın cemaat namazında təkbiratul ihramı tərk eləməmişdi. Buyurur ki, mən onunla 60 ildən çox yaxın oldum və bir dəfə də olsun onu bir rükət belə qəza etdiyini görmədim. Süleyman Əl-Məqdisi rahimehullah buyurur: Fərz namazını yalnız 2 dəfə tərk eləmişəm. Süleyman rahimehullah bu sözü deyəndə onun yaşı 90-a yaxın idi. Subhanallah. Məşhur ibadətlərində, yəni ibadətdə iz qoymuş məşhur sələfi alimlərdən də biri Müslim ibn Yasar idi. Qeylan ibn Cərir rahimehullah onun namaz qılmasını vəsf edərək buyurur ki, o namaz qıldıqda elə qılardı ki, elə bir ki, asılqandan paltar asılıb. Yəni namaz qıldıqda elə xuşu ilə qılardı ki, tərpənməzdi ki, elə bir ki, onun paltarı asılqandan asılıb. Başqa bir alim Meymun ibn Həyyan rahimehullah onun namazı barədə buyurur. Buyurur ki, Müslim ibn Yasarı namaz qılanda qəti tərpənən görməmişəm. Hətta bir dəfə məscidin bir tərəfi uçdu. Bazar əhli belə məscidin uçmasından təlaşa düşdülər. Ancaq Müslim orada olmasına baxmayaraq heç tərpənməmişdi. Hətta belə bir rivayət edilir ki, hətta belə bir rivayət də var ki, Müslim ibn Yasarın evi yanır. Müslim ibn Yasarın evi yanır. Və qonşular onun evinin yanmasını görürlər, tez yığışıb evi söndürürlər. Ondan sonra Müslimə xəbər verirlər, deyir ki, vallahi xəbərim olmayıb, namazdaydım. Baxın, subhanallah, Allaha necə ibadət edirlər, Allaha necə yaxınlaşardılar. Başqa bir rivayət İbn-ül Munkadir rahimehullah gecə qalxıb namaz qılmağa başlayır. Əhli, yəni ev əhli, onun ağladığını və ağlamağının çoxalmağını gördükdə sakitləşdirsinlər deyə onun dostu həm də alim olan Əbu Hazim rahimehullahı çağırırlar. Əbu Hazim gəlir və ondan ağlamağının səbəbini soruşur. O isə cavabında deyir ki, mən bir ayə oxudum, o məni ağlatdı. Əbu Hazim buyurur ki, səni ağladan ayə hansıdır? İbn-ül Munkadir rahimehullah buyurur ki, وَبَدَا لَهُمْ مِنَ اللّٰهِ مَا لَمْ يَكُونُوا يَحْتَسِبُونَ. Bu ayəni oxuyur. وَبَدَا لَهُمْ مِنَ اللّٰهِ مَا لَمْ يَكُونُوا يَحْتَسِبُونَ. Allahdan onlara güman etmədikləri bir əzab düçar olacaqdır.
Əbu Hazim də İbnül Munkedirə qoşulub ağlamağa başlayır. Hətta əhli Əbu Hazimin yanına gəlib deyir ki, Subhanallah, biz onu sakitləşdirmək üçün çağırdıq səni. Ancaq sən isə gəldikdə onun ağlamağı daha da artdı. İbn-i Cüreyc rəhiməhullah buyurur, 18 il ata İbn-i Rabahla birlikdə oldum. O qocalmasına baxmayaraq Bəqərə surəsindən 200 ayəni oxuyurdu namazda. Onunla belə o tərpənməzdi. Rabi ibn Yazid rahiməhullah 40 il ərzində müəzzin nə zaman azan verdisə, artıq o məsciddə olardı. Fikir verirsiniz, subhanallah, necə ibadətə həris idilər. Məlik ibn Ənəs rahiməhullah buyurur ki, Safvan ibn Süleym yuxusu qaçsın deyə soyuq havada evinin damında, isti havada isə evinin içində namaz qılardı ki, yuxusu gəlməsin. Fikir verin, subhanallah. Ancaq biz isə indi rahat olsun deyinə, özümüzə, ibadətimizi rahat edək deyinə, özümüzə rahat yerlər axtarırıq. Başqa bir rəvayət, Avzə rəhməhullah məşhur alimlərdəndir, sələf alimidir. Bir gün qonşusu qadın bunların evinə gəlir. Gəldikdə Avzə rəhməhullahın yoldaşını çağırıb deyir ki, Subhanallah, niyə şeyxin otağına baxmısan? Bax, şeyx namaz qıldığı yerə uşaqlar gəlib bayra çıxıblar. Avzə rəhməhullahın yoldaşı buyurur ki, yox, Subhanallah, elə deyil. O Avzəyin namazda ikən axıtdığı göz yaşlarıdır. Baxın, Subhanallah, necə ibadət edirlər. Bu insanların qəlbləri imanla dolu idi. Ona görə həmin insanlar ibadətlərindən ləzzət alırdılar və rahatlaşırdılar. Necə ki, Peyğəmbər sallallahu aleyhi və səlləm Bilala müraciət edərək deyir ki, ey Bilal, bizi namaz ilə rahatlaşdır. Hal-hazır ki, biz müsəlmanların halına baxın. İbadət etdikdə yoruluruq. İbadətin tez bitməsini gözləyirik. Ancaq başqalarının eybləri barədə danışdıqda elə danışırıq ki, elə bir artıq cənnətdə oturmuşuq. Kiminsə eybləri barədə danışmaq istəyiriksə, birinci öz etdiyimiz əməllərə baxaq, öz eyblərimizi xatırlayaq. Müsəlman çalışmalıdır ki, etdiyi salih əməlləri, ibadətlərini tərk eləməsin, yəni davamlı olaraq etsin. Çünki bizdən ölənə qədər ibadət etməyimiz tələb olunur. Necə ki, Allah Subhanahu taala Qurani Kərimdə buyurur ki, وَعْبُدُ رَبَّكَ حَتَّى يَأْتِيكَ الْيَقِينَ Rəbbinə ölüm gələnə qədər ibadət et. İbadətlərdə davamlı olmaq, həmin şəxsin qəlbinin Allahla bağlı olmasına işarədir. İbadətlərdə davamlı olmaq Allaha ən xoş gedən əməldir. Həmçinin bu peyğəmbərlərin və salih insanların yollarından idi. Ayşə radiyallahu anhə buyurur ki, Peyğəmbər sallallahu aleyhi və səlləm nə əməl edirdisə, onu davamlı olaraq edərdi. Peyğəmbər sallallahu aleyhi və səlləm özü buyurur ki, Allaha ən sevimli əməl davamlı olaraq edilən əməldir. İbadətin həddindən artıq çoxlu faydaları vardır. Ancaq bu faydalardan bəzilərini xatırlatmaq istəyirəm. Birincisi, insanın cənnətə girməsinə səbəbdir. Necə ki, Peyğəmbər sallallahu aleyhi və səlləm bir gün Bilalı çağıraraq deyir, ey Bilal, cənnətə girməkdə məni nə ilə qabaqlamısan? Cənnətə girdim və sənin addımlarının səsini eşitdim. Bilal radiyallahu anh buyurur ki, ya Rasulullah, hər zaman azan verdikdən sonra 2 rükət namaz qılıram və hər dəfə də dəstəmazım pozulduqdan sonra gedib dəstəmaz alıb və gəlib 2 rükət namaz qılıram. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu ki, hə ya Bilal, bu 2 əməlinə görə. Hədisi Tirmizi, Əhməd və Hakim rəvayət etmişdir. Çoxlu ibadət etməyin faydalarından ikincisi də ki, Allahın sevgisini qazanmağa səbəbdir. Müsəlman ibadətlərini nə qədər artırarsa, çoxaldarsa, bir o qədər də Allahın sevgisini qazanar. Belə olduğu halda Allah onun mükafatını həm bu dünyada, həm də ki, axirətdə verir. Əbu Hüreyrə radiyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm demişdi, qüdsi hədisdir, Allah subhanahu teala buyurur, kim mənim dostumla düşmənçilik edərsə, mən ona hərb elan edərəm. Qulumun mənə sevimli olan və onun vasitəsilə mənə yaxınlaşdığı ən gözəl əməl, ona vacib buyurduğum əməllərdir. Qulum nafilə ibadətləri yerinə yetirməklə mənə o qədər yaxınlaşar ki, mən onu sevərəm. Onu sevdiyim təqdirdə onun eşidən qulağı, görən gözü,
tutan əli və yeriyən ayağı olaram. Məndən diləsə, ona dilədiyini verərəm. Sığınacaq istəsə, ona sığınacaq verərəm. Mən görəcəyim bir işdə, ölmək istəməyən müminin canını aldıqda, tərəddüd etdiyim kimi heç bir şeydə tərəddüd etmərəm. Çünki mən ona yamanlıq etmək istəmirəm. Hədisi İmam Buxari rahimehullah rivayet etmişdir. Digər bir hədisdə isə Peyğəmbər sallallahu aleyhi və səlləm belə buyurur. Allah bir qulunu sevdiyi zaman Cəbrailə Allah fələnkəsi sevir, sən də onu sev deyə müraciət edir. Cəbrail Allahın ona salamı olsun, həmin adamı sevir. Sonra Cəbrail göy əhlinə xitab edərək Allah filankəsi sevir, siz də onu sevin deyir. Və göy əhli də həmin insanı sevməyə başlayır. Daha sonra isə yerdəkilər də ona rəğbət bəsləməyə başlayırlar. Bu hədisi də İmam Buxari rahimehullah rivayet etmişdir. Üçüncü faydalardan günahların bağışlanmasına səbəbdir. Əbu Hüreyrə radiyallahu anh rivayet edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm bir gün dedi, bir deyin görüm, əgər sizdən birinizin qapısının önündən çay axsaydı və o da hər gün bu çayda 5 dəfə yuyunsaydı, onun bədənində olan tirkabdan bir şey qalardımı? Sahabələr, yox ya Rasulullah, qalmaz deyə cavab verirlər. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu ki, 5 vaxt qılınan namaz da bu cürədir. Belə ki, Allah bununla günahları silir. Bu hədisi də Buxari rahimehullah rivayet edib. Dördüncü, çətinə düşdükdə uca Allah ona kömək olur. Necə ki, Əhmədin rivayətində Peyğəmbər sallallahu aleyhi və səlləm belə buyurur. Yaxşı günündə Allahı yad et ki, çətinə düşdükdə də o sənə kömək olsun. Bu hədisi İmam Əhməd rahimehullah rivayet etmişdir. Hədisin mənası budur ki, yaxşı günündə daima Allaha ibadət et ki, çətinə düşdükdə də Allah sənə kömək olsun. Necə ki, uca Allah Yunus Peyğəmbəri bizə Quran-ı Kərimdə misal gətirir. Yunus Peyğəmbər xəta edərək qövmündən ayrılıb gedir və onu böyük bir balıq udur. Yunus Peyğəmbər də dua edir ki, La iləhə illə ənt, subhanəkə, inni kuntu minəz zalimin. Səndən başqa heç bir ilah yoxdur, sən paksan, müqəddəssən, mən isə həqiqətən zalimlardan olmuşam. Əl-Ənbiya 87. Ənəs radiyallahu anhu buyurur, Yunus Peyğəmbər bu duanı etdikdə mələklər dedilər, qərib yerdən gələn bu zəif səs bizə tanış səsdir. Allah subhanahu teala soruşur, siz onu tanımadınızmı? Mələklər yox cavabını verib kim olduğunu soruşurlar. Uca Allah buyurur ki, o mənim qulum Yunusdur. Mələklər dedilər, o qulun ki, etdiyi əməllər və duaları qəbul olur. Uca Allah bəli deyə cavab verdi. Onlar dedilər, ya Rəbbimiz, ey Rəbbimiz, yaxşı günlərində o səni necə yad edirdi? Bəla gəldikdə, çətinə düşdükdə sən onun dualarını qəbul etməyəcəksənmi? Uca Allah buyurdu ki, edəcəm və balığa əmr edir ki, onu buraxsın. Sonra isə Allah subhanahu teala buyurur ki, فَلَوْلَا أَنَّهُ كَانَ مِنَ الْمُسَبِّحِينَ لَلَبِثَ فِي بَطْنِهِ إِلَى يَوْمِ يُبْعَثُونَ. Deyir, əgər o Allaha tərif deyənlərdən olmasaydı, balığın qarnında qiyamət gününə qədər qalardı. İbn-i Cərir Ət-Tabari rahimehullah buyurur ki, əgər yaxşı günlərində Allahı zikr edənlərdən olmasaydı, balığın qarnında qiyamətə qədər qalardı. Fikir verirsiniz, yaxşı günlərində Allaha ibadət edənlərdən olmasaydı, zikr edənlərdən olmasaydı, Allah subhanahu teala onu xilas eləməzdi. Qiyamətə qədər balığın qarnında qalardı. Beşincisi, davamlı olaraq qəlb Allahla bağlı olur. Belə olduğu halda qəlb qüvvətlənir, rahatlaşır və Allahın dini üzərində də sabit qalır. Altıncısı, xəstələndikdə və ya hər hansı bir səbəb üzündən əməl edə bilmədikdə, həmin savab yenə də ona yazılır. Necə ki, Əbu Musa Əl-Əşari radiyallahu anhu rivayet edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu, mömin bəndə xəstələndiyi və ya səfərdə olduğu zaman ona evində həm də sağlam olarkən etdiyi əməllərin savabı qədər savab yazılır. Yeddincisi, insanın gözəl sonluqla ölməsinə səbəb olur. Uca Allah buyurur ki, Yuthabbitullahu-llezine amanu bil-qawli-s-sabiti fil-hayati-d-dunya və fil-akhirə və yudillullahu-z-zalimin və yef'alullahu ma yasha. Allah iman gətirənləri dünya həyatında da, axirətdə də möhkəm sözlə sabit saxlayar. İbrahim surəsi 27-ci ayə. 8-ci,
qəbirdə və axirətdə sahibi üçün nur olacaqdır. İnsan bu dünyada necə əməl etmişsə, onun mükafatı və ya cəzası öldükdən sonra mütləq veriləcəkdir. Qəbirdə və axirətdə insana lazım olan şey isə nurdur. Allah Subhanahu taala buyurur ki: "Və men yec'alillahu lehu nuran fema lehu min nur." Allah kimə nur verməsə, onun nuru olmaz. Nur surəsi 40-cı ayə. Nur isə yalnız bu dünyada edilən ibadətlər sayəsində qazanılır. Uca Allah həmin günü vəsf edərək buyurur: "Yawma taral mu'minina vel mu'minati yas'a nuruhum beyne aydihim ve bi'aymanihim." O gün sən mömin kişilərin və mömin qadınların nurunun onların önlərindən və sağ tərəflərindən yayıldığını görəcəksən. Nurlarının önlərindən və sağ tərəflərindən yayıldıqlarını görəcəksən. Bu ayədə vəsf edilən nur insanın bu dünyada iman gətirib salih əməllər görməsindən əmələ gələn nurdur. Mələklər də onlara deyəcəklər: "Buşrakumul yawma cennatun tecri min tahtiha'l anharu khalidin fiha, zalika huwal fawzul azim." Bu gün sizin müjdəniz ağacları altından çaylar axan cənnət bağlarıdır. Siz orada əbədi qalacaqsınız. Bu böyük uğurdur. Kim ki bu dünyada küfür, zəlalət, nifaq, şəhvətinə uyan və şeytanı özünə dost tutubsa, onların qiyamət günü və yaxud da qəbirdə nurları olmayacaqdır. Allah Subhanahu taala Quran-ı Kərimdə onların halını belə vəsf edir: "Yawma yaqulul munafiqun vel munafiqatu lillezina amanu unzurna naqtabis min nurikum qila irji'u wara'akum faltamisu nuran faduriba baynahum bisurin lahu babun batinuhu fihi ar-rahma ve zahiruhu min qibalihi al-azab." O gün münafiq kişilər və münafiq qadınlar iman gətirənlərə: "Bir az gözləyin, biz də sizin nurunuzdan alaq" deyəcəklər. Onlara deyiləcəkdir: "Geriyə qayıdıb nur axtarın." Onların arasına içəri tərəfində mərhəmət, çöl tərəfində əzab olan qapalı bir sədd çəkiləcəkdir. Subhanallah, fikir verirsiniz. 9-cu fayda isə bu dünyada Allah Subhanahu taala onları tək qoymur. Onlara kömək olur. Dara düşdükdə onların yanında olur. Necə ki Allah Subhanahu taala Quran-ı Kərimdə buyurur: "Və men yetevəkkəl alallahi fehuve hasbuh." Kim Allahdan qorxarsa, Allah onun işini asanlaşdırar. Başqa bir ayədə buyurur ki: "Və men yettaqillaha yec'al lehu məxracan və yerzuqhu min haythu la yahtasib." Kim Allahdan qorxarsa, Allah ona çıxış yolunu göstərər və ona təsəvvürünə gətirmədiyi bir yerdən ruzi bəxş edər. Sonunda isə Peyğəmbər sallallahu aleyhi və səlləmin bir ibrətamiz hekayəsi ilə bitirmək istəyirəm. Peyğəmbər sallallahu aleyhi və səlləmin danışdığı bir ibrətamiz hekayə ilə bitirmək istəyirəm. Bu hədisi Abdullah ibn Ömər radiyallahu anhu Peyğəmbər sallallahu aleyhi və səlləmdən rəvayət edir. Buyurur ki, Peyğəmbər sallallahu aleyhi və səlləmdən eşitdim. Peyğəmbər sallallahu aleyhi və səlləm dedi: "Sizdən qabaqçılardan 3 adam yola çıxıb bir mağaraya çatdılar və gecələmək üçün oraya girdilər. Dağdan bir qaya qopdu və mağaranın ağzını örtdü. Onlar dedilər: bu qayadan xilas olmaq üçün yalnız salih əməllərimizlə Allaha dua edək. Onlardan biri dedi: Ya Rabbim, mənim valideynlərim çox qocalmışdı. Mən evdə onlardan qabaq heç kəsə gecə içməyə süd verməzdim. Və bir gün mal-qara örüşdən gec qayıtdı. Onlar isə artıq yatmışdılar. Mən də süd gətirib onların başının üstündə sübh açılana qədər gözlədim. Onlar oyandıqda süddən içdilər. Ya Rabbim, əgər mən bu işi sənin mübarək camalın üçün etdimsə, bizi bu düşdüyümüz vəziyyətdən xilas et. Qaya bir qədər aralandı. Lakin onlar oradan çıxa bilmədilər. Sonra isə ikincisi dua etməyə başlayır. Buyurur ki, ya Rabbim, mənim çox gözəl, sevdiyim əmim qızı var idi. Onunla evlənmək istədim, ancaq o məni rədd elədi. Və bir il bərk quraqlıq oldu. Qız ehtiyac üzündən mənim yanıma gəldi. Mən də ona bir şərtlə kömək eləməyə razılaşdım. Razılaşdım ki, mən sənə kömək eləyəcəm, əvəzində isə səninlə yatmaq istəyirəm. O da əlacsızlıq üzündən mənimlə razılaşdı. Mən ona yaxınlaşmaq istədikdə qadın mənə qayıdıb dedi ki, Allahdan qorx.
haqqın olmaya möhrü sındırma. Mən də Allahdan qorxdum və ondan uzaqlaşdım. Ona lazım olan pulları da ona verdim. Ya Rəbbim, əgər mən bu işi sənin mübarək camalın üçün gördümsə, bizim bu düşdüyümüz bəladan xilas elə. Qaya bir qədər də aralandı, lakin yenə də oradan çıxa bilmədilər. Peyğəmbər sallallahu buyurur ki, üçüncü şəxs isə belə bir hekayə danışdı. Mən bir neçə adamı işə götürmüşdüm. Bir nəfərdən başqa hamının haqqını verdim. O isə haqqını almayıb çıxıb getmişdi. Onun pulunu dövrəyə buraxdım. Çoxaldı, artdı və bir müddətdən sonra həmin adam yanıma gəlib mənə dedi: Ey Allahın bəndəsi, Allahdan qorx və mənim haqqımı ver. Mən isə ona dedim ki, gördüyün bu dəvələr, inəklər, qoyunlar və qullar hamısı sənindir, götür apar. Kişi mənə dedi: Allahdan qorx, məni ələ salma. Mən dedim ki, mən səni ələ salmıram. O da bunların hamısını özü ilə götürüb apardı və mənə heç nə qoymadı. Ya Rəbbim, əgər mən bunu sənin mübarək camalın üçün etdimsə, bizi bu bəladan qurtar. Qaya tamamilə aralandı və həmin şəxslər o qayadan çıxıb getdilər. Hədisi İmam Buxari və Müslim rəvayət etmişdir. Allah Subhanahu taala'dan istəyirəm ki, bizi də öz ibadəti üzərində sabit eləsin və bizə ona ibadət edərək ölməyimizə nəsib eləsin və bizi cənnət əhlindən eləsin. Və sallallahu aleyhi və Muhammed və alə alihi və səhbihi əcmain.